etməyə. Bu gün English File'dan gəlin Family Conflicts-dən birinci dərsə baxaq. Workbook-dan. Deməli, bu sözlərdən birini qoyacağıq. Complex expression with these verbs. Change dəyişmək, clean təmizləmək, do etmək, make dəyişmək, düzəltmək, spend vaxtını keçirmək, take götürmək, tidy yığışdırmaq, use istifadə etmək. Yəni ki, insanın evin əşyalarını düzəltməyinə aid, təmizliyə aid sözlərdir. Tidy your bed, your desk. Deməli, otağını nə edə bilərsən? Yığışdıra bilərsən, ona görə də tidy düzdür. The bed, çarpayını nə edə bilərsən? Düzəldə bilərsən, ona görə də make qoyuruq, make the bed. Washing up hər zaman housework, hər zaman do ifadəsilə işlənir. Do the washing up, washing up yumaq, qabları yumaq. The channel on the TV, your clothes. Paltarını və ya televizor kanalını nə edə bilərsən? Əlbəttə ki, dəyişə bilərsən. Söhbət kanaldan gedirsə change. A computer, the internet. Bunlardan nə edə bilərsən kompüterdə? Əlbəttə ki, istifadə eləmək. Burada uyğun gələn odur, use istifadə edirsən kompüterdən. Out the rubbish, the dog for a walk. Götürüb nə edə bilərsən? Gəzdirmək üçün götürüb gəzdirə bilərsən. Take. Time varsa 100% spend olur. Çünki spend vaxt xərcləmək, vaxt keçirməkdir. Time da vaxt deməkdir. Lot of money, çoxlu pulla. House, the floor, döşəməni evinə edə bilərik. Clean, təmizləyə bilərik. Clean olur. Davamı YouTube kanalında.